Dəqiq ilin bilmirsən, eləmi? Hə. Sənədi yox. Motosiklet gedir, nə gedir bu? Hə, motosiklet, emelli. Emelli. Markazadı var yoxsa? Yox. Emelli nədir? Emellidir. Satmaq istəyirsən. Neçəyə də satırsan? 700'e deyirəm. 700 manat. Hə. İndirim eləsək neçəyə olacaq? 650'ye. 500-ə verək bunu. 500 500 manat. yox. İstəyən var, bax bu dəqiqə baxır. Deyir 500 manat verirəm, onu versin mənə. 500 yox, 650'ye. 650-dən yenmək istəmir. Bu motorun kubu neçədir? 80. Neçə? 80, 80. 80. 08 gedir də, eləmi? Hə. Nə tər işləyir? Qəşəng. Bir dənə Porsche oldu Hə, bunlarda. Yağ azaltması olur bunlarda? Yox, yox. Korobkası necə? Yaxşıdır. 400 korsdur. Arxaya da var yoxsa? Yox, ancaq qabaq olur bunlar. Belə bu cür motosiklet. Əlaqə nömrəsində deyə arada bir. 050 802 98 37. Daha biz bacardığımız qədər çəkdik, göstərdik. Kodlamaq istəyirsən? Koduyum. Ya bir məsələ sən ki, koddursun koddan. Köşəyətini kodlandı ki. Harada da, hara gəlsinlər? Bərdə rayonda. Uğurlar arz edirəm. Söndür, yaxşıdır. Tormuzlar tuturmu? Hə, hamısı tutdu. Elə budur, yoxsa kaska filan da verirsən üstünə? Yox, yox, kaska. Heç nə vermirsən, elə bu vəziyyətdir. Buna prava lazımdır? Yox, sürücülük. Yox, yox. Dedilər axı 5-dən yuxarının sürücülük lazımdır. 5-dən yuxarıya sürücülük istəyirlər axı. Hər şey lazımdır. Uğurlar yenə də. Sağ ol. Sağ ol. Xeyirli olsun qardaş. Sağ ol qardaş. Maşınımız 011. Bəli, bəli. Buyurun məlumat verin. Bilək necə maşındır? İli 86, 06 motor benzin ömür. Nə vaxtdan sizinkidir bu maşın? 8 aydır. Sənədi nədir? Aformutmu, etibarnamədirmi? Etibarnamə. Vaxtına var. Var amma ayın 15'indən sonra yenə alıb vermiyorlar. Bir ay var, ayın 15'indən sonra alıb vermiyorlar. Ayın 15'indən sonra alıb vermiyorlar. Yenə bir illik vermək olar. Öz sahibini tanıyırsınız. Bəli, bəli. Sənədləri necədir? Texniki baxışı, sığortası var. Hamısı avqust ayına kimi var. Nə gözəl. Alandan sonra xərcləriniz nə olub maşınınıza? Xərcləmisizmi? Yox, elə yox. Elə bu vəziyyətdədir maşınımız. Mühərrik deyirsiniz nədir bunda? 16 motor. Dəyişilib. Qeyd olunub sənəddə? Bəli. Necədir motorun vəziyyəti? Süper. Yağ azaltması, səsi? Korobkası necə? 5-4 dənə atır pulundan çıxılacaq. Düzəlmək olar yoxsa korobka dəyişilməlidir? Yox, 100 man xərci var. Diferdə vəziyyət necə? Sizə kimi. Səs yoxdur. Yox, yox. Altı necədir polo? Sizə kimi. Zədə yoxdur ki. Heç nə. Heç olmayıb yoxsa olanlar çıxıb? Bilmirəm, yəni belə almışam. Yəni sağlam görsən. Danqarat yerləri təmizdir. Sizə kimi. Peredokda vəziyyət necə? Süper. Daş kəsəkli yolda səs yoxdur ki. Xırda. Təkərlər yaxşı. Normaldır. Maşınımızın dəyişilənləri. Yəqin ki dəyişilmiş olar. 86 maşınıdır. Konkret amma bilmirsiniz nədir, hə? Kosmetik işidəki bir yerində gördüm, krildədir sizədə. Ondan başqa yoxdur ki? Yox, yox. Kreldə bir də qabaq burunda vardı, eyni yerdir. Maşının şüşələri yaxşıdır. Qırıq çat yoxdur şüşələrdə. Yox, yan aynalar əllə mi, düymə ilə mi? Əllə. İşte 06 iştidir, təmizdir, elə. Bəli, bəli. Oturacaqlar da yaxşıdır. Maşınımız yaxşı maşındır. Əsas qiymətidir. Qiymət 3.8 deyirəm. 3.8-ə deyirsiniz. Endirim eləsə neçə düşəcək? 3.6-ya. 3.5-ə yox. Qarabkan pulunu çıxana sonra 3.5-ə düşmək olar. Hansı rayondasınız? Tərtər. Əlaqə nömrəsini deyin. 050 590 46 48. Allah xeyir versin. Sağ olun. Siz də sağ olun. Rezindən bir hissəsini qaldırmaq olar altından nəsə görək. Yoxsa heç nə görsənəsdir. Qəşəng iki altı. Örtmə. Yapdın mı başını? Xeyirli olsun qardaş. Sağ ol. 06 maşını. Buyurun məlumat verin. Bilək necə maşındır? İdeal maşındır. Çürük çarı yox. 011 Niva motoru. Nə vaxtdan sizinkidir? 7-8 ay olar. İli neçədir? 85. 4 karafka. Mosta səs yox. Alandan sonra xərcləriniz oldu? Xeyr. Elə necə almışsınız o vəziyyətdədir? Elədir. Sənədləri necə? Qayda qanunda. Sığorta, texniki baxış. Var vaxtında 8 ay.
Aformutmu, etibarnamədirmi? Etibarnamə. Vaxtına varmı? Hə. 8 ay. Motor deyirsiniz 011-dir. Bəli. Necə bəs Niva nə idi? Arada Nivada dediniz. Yığılıbda çi. Hə, elə Hə. mi? Yağ azaltması, səsi. Xeyr. Korobkası, 4. atma səs, Heç nə. hiperdə səs. Heç nə. 1 qram da. Altı necədir polu? Çiçək kimi. Çürüyü, pası. Yox, 2 dənə danqrat yeri dəyişilib. Danqrat yerlərin salamat. Bəli. Öndə vəziyyət necədir? Perodokda. Super. Daş kəsəli yolda səs eləmir ki. Yox, yox. Təkərdə təzə altında. Təkərlər təzədir, hə. Maşınımız 85 idi, elə Bəli. mi? Detallardan qalanı hansıdır? Hamısı bir dənə bu iz kırılıb. Dəyişilib. Hə. Qalanları özününkidir. Hə. Yaxşıdır. Yəni saxlayıblarmı elə? Hə. Kosmetik işləri var elə bilən. Hə. Rəng fərqliliyi də var ha burada, yoxsa bu nədir? Hə, solub. Şüşələr necədir? Özün üçün qəşəng. Qırığı çatı. Heç nə. Şitin üstündə çat var. 85. 3-8-də. İstəyirlər də arada bir maşınınızı. Belə pul sayan yoxdur hələ. Var, vermirəm. Siz istədiyiniz qiyməti vermirlər. 3-7 verilə vermirəm. Aha. Şitin üstündə bir dənə çatı, Hə, bir oturacaqlar necə? Cırıq sökük yoxdur ki. Yox. Belə də maşınımız normaldır. Hə. 3-7-yə də deyirsiniz. Hə. Yoxsa Qutaran 3-7, hə. 3-5-ə necə? Real alıcının 3-6 razılaşaram. Hara gəlsinlər? Yevlağa. Əlaqə nömrəsində. 070 783 34 99. Allah xeyir versin. Sağ ol. Siz də sağ olun. Qardaş xeyirli olsun. Çox sağ ol, Allah razı olsun. Maşınımız Hyundai deyiləmi? Bəli, Hyundai'dir. Model nə gedir? 1.6 dizeldir, turbo. A30, i30'da. Aha. Buyurun, məlumat Maşında verin. yəni heç bir problem yoxdur. Sağlam maşında belə iş geri. Taksi falan sürülməyib. Qiymət 13500. İli neçə idi maşınınızın? İl 2009. 2009. Nə vaxtdan sizdə? 5-6 ay ola belə. Sənədi aformutdurmu, etibarnamədir? Adımızadır, adımızadır. Öz adınıza keçirmişsiniz. Texpasport öz adımızadır. Texniki baxış sığortası var mı? Hər şey yeni olunubdur, tərtəmiz. Salamat maşındır belə yəni. Sənədlər qaydasında. Bəli, dosta qardaşa qismət olası maşın. Alandan sonra xərcləriniz olubdumu? Valla belə yağ falan dəyişmişik, başqa bir şey olmuyubdur belə. Mühərrikin kub dediniz neçədir? 1.6 1.6 turbo, benzindir. dizel. Dizel. Aha. Bəli. Necədir mühərrikdə vəziyyət? Salamatdır hər şey, heç bir problem yoxdur. 300 mini keçid elə bilinən maşınınız. Bəli, bəli. Belə bu işə geri sürülən maşın. Yığılıbdımı mühərrik yoxsa Yox, açılmır? yığılmır. Yağ azaltma, səs. Heç bir şey olanmaz. Yanacağı nə qədər yandırır? Valla belə yoxlamamışıq tam deyə. Dizeldir də. İndi veçli pol bak sürürük belə. İşə geri həm belə. Korobkası mexanikadır. Mexanika belə. Problemi yoxdur korobkanın. Heç bir problem. Maşında heç bir yəni problem yoxdur. Ön çəkən Global maşında. problem nəsə sənə deyim ki, nəsə bir şey var. Ön çəkirdə bunlar Bəli, da bəli, bildiyim ön qədər. çəkir. Hə. Necədir qranatlarda səs-küy? Heç bir Perodokun ümumilikdə Maşın səsi yoxdur. yəni 30 sür maşın. Yəni cavab deyil də maşın. Kim alsa, nə problem olsa biz qarşılayırıq. İnşallah problem olmaz. Liboy problemi qarşılayırıq. Təkərləri normaldır. Ha, təzədir, təzədir. Altında zədə yoxdur, polunda. Heç bir şey. Harasa deyirəm dəyər, dağlar belə. Qətiyyən. Dəyişilən varmı? Qapı, krel, kapot. Valla belə bizdə heç bir şey olmayıbdı. İndi gəlib baxırlar, ellər indi heç bir belə bir qlobal problem yoxdur da belə. Kraska tam vurulubdumu? Bizdə vurulmuyub deyirlər belə. Nə belə gördüyümüz kimi də maşın necə deyim belə. Belə normaldır maşınınız. Mən Hə, maşında problem yoxdur. Şüşələrdə qırıq-çat yoxdur ki. yox heç bir şey. Şüşələr heç təmizdir. Monitor sistem içində, nə kondisioner işləyir. Hər bir şey yeri yerində, səliqəli. Yan aynalar düymə iləndir. Bəli, Dördü də. Bəli. İşləyirlər yəqin Işıqları, ki. hər şey yeri yerində, Aha. səliqəli maşın. Təmiz, oturacaqlar parça salondur. Bəli. Aha. Çox səliqəli. Kondisioner qardaş deyir, işləyir. Ha, işləyir. Yanacağı dedikdə nə qədər yandırdığını. Valla indi belə bilmirəm. Dizel mühərrikdə məncə az yandırar. Hə, az yandır, hə, çox sərfiyyat. Yəni zapravkaya nə vaxt gəlsən bilmirsən də belə deyək. Qiymət neçə deyirsiniz? Qiymət 13500 deyirik. İndi real alıcı ilə razılaşmaq olar indi bir insanları başa düşmək olar da indi durumumuza görə, mühdə görə başa 13-dən aşağı düşmək olacaq 13.000-dən. 13-dən nə bilim Zəng eləsinlərmi? əlaqə saxlayarıq da. Nömrəni Maşın de. yanında real danışaq. Nömrəni də qoy əlaqə saxlasınlar. 050 736 36 32.
Hansı rayondasınız? Balakən rayonu. Hə, uzaqda yol gəlmisiniz. İnşallah bu gün satıb gedərsiniz. İnşallah, inşallah qardaş. Uğurlar arzu edirəm. Allah xeyir versin. Sizə də bizə də Allah sizə canı sağ eləsin. Diqqətiniz üçün təşəkkür edirik. Aha, siz də sağ olun qardaş. Sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol, Allah razı olsun. 015 maşınınızı satırsınız. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır Maşın xadaboy çiçək kimidir, təkərləri təzədir. Motoruna cavab deyəm, karabkasına cavab deyəm, bez detallı. İlin neçədir? İlin deyək. İli 2011-dir. Siz nə vaxtdan işlədirsiniz? Mən onlar bir ay zad belə işlədirəm. Nə əcəb tez sata sorursunuz? Başqa maşın aldığıma görə satıram. Hə, dedim bəlkə halverin eləyirsiniz. Bəli, xeyr. Hə, eləmək olar, yəni əsas odur məlumatlar düzgün olsun. Məlumatlar maşın göz qabağındadır, çəkdiniz, gördünüz. Sənədi nədir onu soruşaq da. Etibarnamə ilə işlədirsiniz, yoxsa form? Etibarnamə ilə. Texniki baxışı, sığortası, Hamısı var. sənədlər qaydasında. Bəli. Alandan sonra xərcləriniz nə oldu Heç bir maşınınıza? xərc tələb etmir. Elə necə almısınız o Bəli, vəziyyətdədir? Mühərriki necə? Əla. Yağ azaltması, səsi. Xeyr, xeyr. Bilmirsiniz, yığılıbdımı mühərrik? Xeyr, xeyr, yığılmır. Açılmayıb deyirsiniz. Karabkası necə? Karabkası da əladır. Atma, səs. Xeyr, Qranatların səsi göy yox. o da gözəldir. Peredokda ümumilikdə səs küy yoxdur ki. Vəbşə səs yox. Ekran necədir? Ekran da göz qabağında, gözəl. İş olub, Yox, olmuyor. heç əl dəyməyibdi ekrana. Lap yaxşı. Maşınımızın təkərləri normaldır elə. Bəli, bəli. Altında necədir vəziyyət? Polunda. Çiçək kimi. Çürük pas. Ümumiyyətcə olmayıbdı. Xeyr. Olmasın. Dəyişilənləri. Dəyişilən hamısı öz detaldır. Heç Qapı, kril, bir- kapot. Heç nə dəyişilmir. Hamısı özünük. Bəli. Kaska vurulub. Bəli, vurulub amma budur, o qapıdır. Bəzi detalları kraska dəymir. İndi necə kosmetik işlər var? Cızıqlar Xeyr. görürəm müəyyən yerlərdə. Xırda-xuruş yeri şeylər. Ona da kraska vurdurmamışım. Şüşələr necədir? Qırıqçat yoxdur şüşələrində. Xeyr, xeyr, heç nə yox. Ön aynalar düymə ilə mi qalxır? Bəli, bəli. İşləyirlər. Hər birisi işləyir. Bütün elektron avadanlıqlar hər bir şey işləyir. Gözəl. Şitin üstündə yoxdur ləkə. Heç bir şey yox. Bəli. Oturacaqlar necə? Hamısı Bu gözəl. da təmizdir. Maşınımız normal maşındır. Allah razı olsun. Qiyməti neçə? 8500-ə deyirəm. Ha, qiymət də bahadır. Endirim də eləyəkmi? Endirim olar. Biraz eləyərik. 8-ə verək. Verək. Hansı rayondadır? Ağdaş. Əlaqə nömrəsi. 050 769 94 96. Allah xeyir versin. Sağ ol, Allah razı olsun. Siz də sağ olun. Ay qardaş, xoş gördük səni. Sağ ol Ürək. Yenə gəlmisən bazara. Hə, Nə satırsan? 015. Sən otun başını buraxdın, eləmi? Presin, miresin, hər şeyin başını buraxmışam. Amma sezondur ha Hə, indi. sezonu prosto neyin? Qiyməti ucuzdur, eləmi? Bunu satıb bir dənə lapet almaq istəyirəm. Qəzəl bali mod gətirim 200-dən, 300-dən. Qəzəlüş var. Hə. Lap Lapetim gözəl, çatmır. lap gözəl. Bunu 15-dən biraz söhbət eləyəkmi? Bunun 15 həyatın bir anı. İli neçədir? Bunun ili 2007 15. 2007-nin 2007 demə, 15 elə. Yox, 15-də bilmirəm. Hə, 15-də ilidir 2015-dən, yəni elə bir şeydir. Hə, nə vaxtdan sizdədir bu maşın? Yoxsa bilildi məndədir. Aformutdurmu, etibarnamədirmi? Aformutdur. Öz adınız olan maşın. Öz adımadır. Hə. Alandan sonra xərclər olubdu mu maşına? Bəli, bəli, bəli. Nələr düzəlib? Bax, təkərlər dəyişmişəm. Aha. Kosmetik işlərini gördürmüşəm. Sonra nə bilim, salonun zadına bir əl gəzdirmişəm, sidenələrdi, hamısı cırıq-cırıq idi. Sən la balverçiləri keçmisən. Qanarım, ya qadınam sən, prosto maytaman zadı işləyirmi qaqam onun? Arada deyə bu uşaq yoxdur, bölümdəki o oxuyur, qoyuram 12-dir, bagajda oxuyur. Maqnitofon əvəzinə. Hə, hə. Nə gözəl. Motorda vəziyyət. Elə qurağına firaşkanı saxlamaq da oxuyur. Motorun vəziyyəti necədir? Motorda əla. Yağ azaltma, səs. Yox, qadınam. Burada tərifləyirsən, alıcı gələn kimi bax. Yox. Təmiz Veskort yağı. Veskort. Möcüzəni qatıram, Veskortda qarışdırıram. 4 Töksən onu o litr. yağ. 4 litr. Polunu nətər yandırır. Karobkanın problemi yoxdur. Karıfqa qəşəng, əla. Peredokda vəziyyət necə? Peradok əla, çıxı-mıkı, tukudu yoxdur. Əmi də deyir 15-də peredok olmur. Yox, cəmisi. Əmi 4 dənə qranat bə nədir? Şarabo Tiaga nədir əmi? Sağ ürəyim qurban, o bir üçün biraz kodunu al. Mübahisə düşdü. Hə, qranatlar yaxşıdırmı? Hamısı əla. Peredok ön ox deməkdir. Yəni 4 dənə qranatdır, sağ. sağ-sol Ön içəri. ox var, arxa ox Şarabo var. Tiaga, Prosto Rolavoy ox deyəndə kolonka. bilmirlər, deyirlər ox nədir? Hacan, Mən deyəndə ki ön ox deyirlər, ön ox nədir? ön oxdur. O demək ki, yəni qabağa çəkəndir. Ay sağ ol. Hə. O peredokun səsi küyü yox. Yox, onun barədə söhbət eləməyək, konkret. Ekran necədir ekran? Ekranı əla. iPhone var, Hə. 15 Pro Max. Onun ekrandan güclü. Girirsən şaqqa-şaq. Yox, elə bir zədə şey. yoxdur, zədəsi. Yox, zədəsi zədə yox. Təkərlərdəki yaxşı. Təkərlərdəki şeyli. Altında zədə varmı? Polunda. Altında indiyə nə qədər bax bu uşaq, neçə dəfə ayaqqabı ki,
Nətər geyinib oturub yerə bax, altına düşürüyor, Sən çalıyor. çəkir bir şeyi. Çəksin lan, qoy məni çəksin. Hə, dəymə, hə. qoy. İndi nə qədər heç bir uşağın ayaqqabı düşüb bitməyib bunun içindən. Dəyişən detallarında Dəyişən detal yoxdur. Bez kraska. Bunu məndən demir, o izləyici də kaş nanalar onlarda. Kraska necə? Kraska yenə deyirəm, bax gördümüşəm də, beldən aşağı kraskalamışam. Hə, qəşəng. Şüşələr təmizdir. Qırıq şat yoxdur. Yox, qadınam, axtarma. Düymə iləndir mən şüşələr. Hə, hamısı əla vəziyyətdədir. Deyə bax. Şiti nətər? Şütümdən çəkdir, deyə buradan bax. Oturacaqlar yaxşı. Qəşəng, qəşəng. Belə də normaldır maşındır. Qiymətini də görək, qiymətini desən biləcək. Qiyməti deməli gələr ot bazarı var, Bərdə rayon ot bazarı. Aha. Gələr orada çay içərik. Hə. 7500-ə deyirəm. 7500-ə deyirsən, 7000 verəkmi? 7000-ə yox. Telefon nömrəsini deyin. Qoy öz nömrəmi deyim də qadınam sənin. De. 051. Bu nömrəsini götür, məşhurluqdan verirəm bunu. De. Şeylə. 764 2309. Gəlsinlər Bərdiyə. Gəlsinlər Bərdiyə oturaq bir dənə mikrofonu bax belə xoddiya, mikrofona bax eləm. Bax elə o mahnı ilə bunu satacağam deyəsən. Uğurlar arzu edirəm. Öpürəm səni. Sağ ol. Allah sağ dəyməsin Navay əmi. Sağ ol, sağ ol. Əmi xeyirli olsun. Sağ ol, sağ ol. Opel Astra, eləmi? Hə. Buyurun, məlumat verin bilək necə maşındır maşınımız? Maşın normal maşındır. 4 ildə özümdədir. İli neçədir? Almandan gələndə məndədir, 2007 dili. O vaxtdan siz gətirmisiniz. O vaxtdan gətirdim. Öz adınıza formutdur maşın. Öz adımda da, 4 ildə öz adımda formutdadır. 4 il içərisində nə qədər xərc çəkdiniz bu maşına? 4 il içində buna elə sürmürəm də, özüm sürürəm, xəstə adamım. Bir də komplekt, nakladka dəyişmişəm, bir komplektdə təkər almışam. Bir də Feridot Çaşka arada səs elədi, Feridot Çaşka dəyişdim. O da Feridot Çaşka deyirlər, bahadır, yalan deyirlər. 170 manata Bakıdan zakaz elədim dükkanı hələ. Gəldi, burada 50 manata verdim, dəyişdirdim. 2 ayda əl dəyişdirdim Feridot Çaşka. Motoruna heç baxdırmadınız mühərrikə? Motoru saatdır. Neçədir motorun Yağ pulu? dəyişəndən dəyişdirdim, 1.3 turbo. Turbo, dizel mühərrik deyiləmi? Dizeldir. Nə qədər yandırır yanacağı? Yayda elə belə darsa 4 yarım, qışda 5. Saatları 5 litrdir, yəni orta hesabla 5 litrdir. Kondisioner fərq eləyir yoxsa o qədər? Yox, kondisioner də işləyir. Yaxşı işləyirmi? Buz kimi, radiatordan belə təzə qoymuşam kondisioner. Motorda yağ azaltma, səs deyirsiz yoxdur? Yox, Korobkası mexanikadır. mexanika 6 stories. Önə 6-dır. Bəli. Atma, səs, Yox, heç bir şey. ön çəkən maşınlardır, elə mi Bəli, bunlar? bəli. Qranatlarda səs yoxdur. Bunlarda hər saatına səs olmur. Peredokun ümumilikdə səs küyü yoxdur Heç ki? bir şey. 2 dənə sırğadır, sırğaları da təzə qoymuşam Feridon dəyişən. Təkərlər yaxşıdır deyəsən. 4-ünü demirəm, 4 təkər, bir akkumulyator, bir ayda əl qoydum. Hə, nə gözəl. Altında Dördüncü yoxdur zədə, komplekt polunda. Heç bir yerdə nöqtə çürük yoxdur maşında. Dəyişən varmı? Qapı, krey, kapı. Xeyr, Radnoy özü gələndə. Ümumiyyətcə zədə ilə gəlirmi? Gələndə məndən bir dəfə qapı seyrilib, qapını kraskalatmışam. Bu qapını. Yəni qabağında, dalında nəsə dəyişilməyib, vurulmayıb. Kraska tam vurulub yoxsa? Yoxdur, belə bir qapıya kraska vurulub. Ancaq ora. Qalan kraska zavodun kraskasıdır. Zavoddur, hamısı. Qəşəng. İndi də yoxdur elə bilirəm, ha, kosmetik şey. Yox, heç bir yerində nəsə yox. Aha, şüşələrdə ön alın şüşəsində çıtdağı var. Yox, çıtdaq deyil, o bekar şey, çıxıdı Orada daş balaca. deyil, nöqtədir. Aha. Şiti təmizdir. Təmiz. Yan şüşələr düymə ilə mi qalxır? Putlandı 4-də. 4-ü də düymə ilə qalxır. Dördü Aha. Oturacaqlar yaxşıdır. Bekarcan sürücü tərəfdədir. Süzülmə o da cüzi bir şey. Belə də yaxşı Maşın maşındır. yanı tam səsləyənadadır, ağsaqqal adamım da, özümdə olubdur. Da uşaq-muşağa mən verməmişəm. Aha. Qiymət neçə deyirsiniz? Valla bu bazara girdim 11 min dedim, 12 min özüm almışdım o vaxt alanda. Zakaz gətirdim, gəldi. İndi bu şeyləri də dəyişmişəm, elə də elə istəmək olar ki, heç elə sürməmişəm. Bu 4 ildə bəlkə 50 min sürmüşəm, ya sürməmişəm. Endirim eləsə neçə 10 min verən düşəcəkdir? olsa verərəm. 10 min. 10 mindən aşağı fikriniz yoxdur yoxsa? Alıcı olsa indi baxır aşağı yuxarı. Qardaşımız var burada Allah. gözləyir, bayaq da elə soruşub, dayanıb gözləyir bizi. Bilmirəm indi bizi gözləyir yoxsa elə bazarda gözləyir. Görünəşərik, yəni yer varam. Hə, telefon nömrəsini xatırladın. 050 457 54 75. Hansı rayon? Ağcabədi rayonu Hindaq kəndi. Uğurlar arzu eləyirəm. Adım da Muraddır. Yəni kim olsa zəng eləsin. Gəlsin baxsın Və maşınımıza. problem deyil. Hara istəyir ki, əti ilə aparım baxsın.
Ya uzaq bölgələrə getsən Çox bax uzaq xərcini yox. kim ödəyəcək? Çox uzaq yoxdur. Da yəni səmt ətrafı Hə, olsa, yaxın ərazilərə. hara istəsə, hə, bir 50 kilometr, 100 kilometr sürmək olar. Yəni özümü arxayınam, kim istəyir göstərsin. Uğurlar arzu eləyirəm. Sağ olun. Hə, sağ ol. Allah sənin də əks eləməsin. Minnətdaram, var olasınız. Var Sağ ol. olun. Gözəl arzulara çatasın. Sağ olun.